İndi İsrail'e kazandırmaq istəyirlər. Deyir ki, İranda türklərin məktəbi yoxdur. Dostlar, 95-ci ildə Azərbaycan Konstitusiyası müzakirə olunanda yəni göstərdim, özünüz qiymət verin. Əgər burada deyilənlər ki var ha, o Azərbaycan dili xalis, onu müdafiə edenlər var. Yəqin ki onlar bir 30 ildən, 20 ildən sonra deyəcəklər ki, bizim familiyamızın sonunda olan ov da bizimkidir. Baxın dostlar, rəhmətli Bəxtiyar Vahabzadə o vaxtı çıxış ediyor toplantıda, izah edir orada oturanlar ki, bizim dilimiz türk dilidir, nə Azərbaycan dili. İranda hakimiyyətdə olan bir rejim var, Fars rejimi. Onlar İranda yaşayan Güney Azərbaycan türklərinə məktəb, öz dillərində məktəb açmağa qoymurlar. Sənin burada Quzey Azərbaycanında dilinin adını deməyə qoymurlar. Sən nə yaxşı, onu İsrail çağıracaqsan, Azərbaycan bombalasın. Şu sənin təbana. Öl yerə giri, argümentə baxın. Ay ki, bizdə Heydərə bir imkan vermədi. Oğlu imkan vermir ki, bizim dilimiz türk dili adlansın. Neynə indi? Güdə İsraili çağırır, Amerikanı çağırırken bombalayın bizi. Arkadaş kör gör da bu. Axı belə bunu bilənlər də bu cür danışında da təəccüb gəlir. Mən hesab edirəm, o dəfədə çıxışında dedim, Anarla bizim fikrimiz eynidir. Azərbaycan Türkçəsi, milliyyətimiz də Azərbaycan Türk. Ən doğrusu budur. İndi burada nədir? Mən hiss edirəm, çox qəribədir ki, bunu savadsızlar deyəndə mən bunu başa düşürəm. Amma bəzən yazıcı, alim də bu iddianı eləyəndə ki, aman günüdür, biz əgər biz Türkçe yazsaq, onda biz Anadolu Türklərinin dilində danışmalı olacağıq. Və Atatürk'dən istat getirməyi, Atatürk böyükdür, Türk dilim, Türk xalqına hörmətimiz var. Bunu kim inkar edir? Dostlar, sizcə İranda Azərbaycan Türk məktəblərinin olmaması ilə Azərbaycanda Rus məktəblərinin sayının çox olmasının fərqi nədədir? Hə? Azərbaycanda ən böyük etnos olan dövlət qurucu millət türkün haqlarının pozulması göz qabağında ola. Nədən danışırıq biz? Bizim başqalarının iddia bilmə haqqımız var. Biz özümüzdə bir yəni ərişdə olmaz olaq. Sonra gedib İranı ərişdə kəsərik də. Ya gedək İranı İsrail dəvət elək ki, bizi bombalayın. Çünki Azərbaycanda insan hüquqları pozulur. Nə yaxşı biz ermənilər hücum eləyəndə hamımız durduq İlham Əliyevin arxasındakı müharibə başlayıbdır. Biz dövlətimizin yanında olmalıyıq. O hakimiyyət nə qədər qəddar olsun bizə qarşı dəxli yoxdur. Dövlət əldən gedə bilər, erməni işğal eləyə bilər. Niyə durduq pəs İlham Əliyevin tərəfində? Mən çox xahiş edirəm bu barədə hamı fikri formalaşdırsın. Biraz zəng gəlir. Bir dəqiqə görək qardaş nə deyir. Alo. Axşamınız xeyir Qurban bəy. Ay salam Qafur bəy, xoş gördüksünüz. Nə var nə yox? Efirdəsiz, buyurun. Sağ olun Qurban bəy, salamlayıram sizi. Aleykümselam. Dinləyicilərimizi də salamlayıram. İcazə versəydiniz mən sizinlə razılaşmazdım Qurban bəy. Buyurun, buyurun. Çünki sizdən qabaq da zəng eləyən qardaşlar, siz də deyirsiniz ki, oradakı o türklər, İrandakı türklər bu cür pis vəziyyətdə, onlar da orada öləcəklər. Mən inanmıram. İlham Əliyev çox sağ olsun. Zəng edib, tapşırıbdır Netanyahu'ya ki, nə edirsən elə bir dənə türkün burnu qanamasın orada. Çox sağ olsun, çox belə hörmətə layiqdir. Ancaq adam özü çıxıb, ya kiməsə demir ki, çıxardın qoyun ortaya görə ki, mən bu sözü harda demişəm, kimə demişəm, nə vaxt demişəm. Daxili auditoriya üçün təbliğatı gedir də, bilirək ki, avam milləti inanacaq da hamısını. Halal olsun Erdoğan'a, oradan birbaşa sözün dedi, siz də orada 2 dəfə, 3 dəfə dünən də, sırağa gündə qoymuşsunuz onun dediyi sözləri. Faşizmdən də dedi pisdir Netanyahu. İndi çox gülməlidir Qurban bəy. O, bilmədim o bir yekə var idi, orada qoymuşdu, çıxıb danışırdı, hansı kanaldaydı o da.
2 gün bundan əvvəl o Bakıda mitinq edir, yürüyüş edirdi. 5-6 qadın da salıb dalınca. Azər Həsrət. Bəli, İsrail bayrağı. Axırda da deyir ki, yaşasın Azərbaycan İsrail dostluğu. Adamı çağırıb deyən yoxdur ki, ay yekəbaş, sən kimsən Azərbaycan adından belə bir söz deyirsən? Ölkədə müharibə gedir, 2 ölkədə. Erdoğan deyir o faşistli, bunlar ona deyirlər ki, biz dostluqda faşistlə. Bəli. Deyir ki, var olsun deyir Azərbaycan İsrail dostluğu. Dalınca gedənlər də urrey. Bir günləri nə DTX, nə polisi, nə İlham Əliyev çağırıb soruşmur ki, sən kimsən ki Azərbaycan adından belə bir şüar yürüdürsən? 2 ölkədə müharibə gedir. Əli Xameneyinin beyni çöndü, eşitdi bu sözü, bombanın birini götürdü, atdı Bakıya. Dedi, indi get dostluq elə. Nə qarayacaqsan? Bu nə hərəkətdir, bu nə saymamazlıqdır. İlham Əliyev dedi ki, orada türklərə dəymin. İlham Əliyev belə canı yanandı. İlham Əliyevin babası Əli Rzanın, dayısı oğlu Usuf xanın qızı Şüküfə xanım Tehrandadır. 91 yaşındadır. Elə desin, o atmayın da birdən o da orada ölər. Niyə belə Təbrizə canı yandı? Zəncana canı yandı, Həmədana canı yandı, Urmiyə canı yandı, Ərdəbilə canı yandı, Əhərə canı yandı. Yalan deyil, elə bir şey yoxdur. Canı yandı. Qafur bəy, Bilirəm yalandaxı. Qurban bəy, ölkədə, 2 ölkədə müharibə gedir. Azərbaycan hansı mövqe tutubdur hələ bilinmir. Bizi sürükləyirlər birbaşa müharibənin ortasına. Birbaşa müharibənin ortasına sürükləyirlər bizi. Tərtər hadisələrində kim küçüyə çıxırdı, tutub aparırdılar, salırdılar polisə, prokuraturaya qoymurdular. Ancaq Azər Həsrət çıxıb orada qışqırır ki, var olsun Azərbaycan, İsrail dostluğu, ondan çağırıb sorsan yox ki, sən kimsən? Sənə kim bu səlahəti veribdir, sən belə çıxışlar edirsən? Bu deməkdir ki, yaşasın, var olsun Azərbaycan və faşizm dostluğu. Gör, bəli, bu alçaq nə qədər qudruq ki. Bizi birbaşa göz görə müharibəyə sürükləyirlər. Bəlkə mən səhv düşünürəm, Qurban bəy. Tam doğru, tam doğru. Bu günləri görkəm budur. Ölkə nə gündədir? Kim kimin haqqında nə danışır, nə edir? Ölkənin yiyəsi də çağırıb soruşmur ki, sən kimsən? Sən nəsisən? Sənə kim veribdi bu hüququ? Sən kimin adından nə danışırsan? Azərbaycan sənə tapşırılıqdır mı? Axı, Azərbaycanın prezidenti İlham Əliyevdir. Biz onu tanıyırıq axı. Bilmirəm, Qurban bəy, deyəcəklərim budur. Allaha and olsun, özümə yer tapıram bunların hərəkətlərindən. Məndən bu qədər sağ olun, var olun. Çox sağ olun, minnətdaram. Çox olsun Qafur bəy, mən təşəkkür edirəm. Və doğrudan da belədir bu dostlar. Erdoğan deyir, bunlar faşistlər. Bizim bizə deyir ki, yaşasın Azərbaycan faşizm dostluğu. Şuarı xarcımı yazın, Facebookda paylaşın. Azər Həsrət 2. dırnaq, yaşasın, var olsun Azərbaycan və faşizm. Budur, bunların şuarı budur. Baxın dostlar, Bəxtəri Vafsıda vaxt nə deyirdi, fikir verin. Ondan getmir. Eğer biz bu günleri Konstitusiyada yazırıqsa ki, Azərbaycan Türkçesi, bu o sözdür ki, biz Anadolu Türkçesine danışacağıq, qətiyyən yox. Bak, qəribə burası, savadsız adamlar bunu məndən soruşurlar. Amma buna alim yazışı deyəndə mənə təəccübü gəlir. Onun öz yeri var, bunun öz yeri. Yusuf Səmədoğlu deyəndə ki, mən 40% başa düşmürəm Türkləri. Yusuf, onda mənim daha heç sözüm yoxdur. Sənin rəhmətli atan, Allah rəhmət eləsin, hamımızın ustadı. Demişdi, mən Türkəmsə də deysəm, mən Azərbaycanlıyım. Hiç başa düşmüyoruz. Onun için kaldı Kazım Bey de burada stat getirirler, o boynuna kaş salanlar. O bizim için Zərdabilərin, Mirzəkəlilərin, Sabirlərin və Füzulilərin qabağında işlədi. O dilindən imtina edib. İndi mənim üçün meyar oldu Kazım Bey. Bu zalda dostlar, o vaxt oturanlar hamısı anti-Türk, Türkçe nifrət eləyən adamlardır. Yani bunlar da Türk değiller deyə. Dedim de Türkçe adlamaq istəmirlər. Yazı Bəxtəri Vafsıda özünü öldürürdü. Ben
uzun danışmaq lazım deyil, mən qısaca deyirəm fikrimi. Mənə elə gəlir ki, ya da burada Elçin müəllimin, Elçin Əfəndiyevin bir təklif olur. Mənə elə gəlir, o təklif də yaxşı təklifdir. Dövlət dilimiz Azərbaycan dili, mötərzədə türk, heç olmasa o yazılsın. Amma Füzuli rəhmətli 400 il bundan əvvəl, 500 il bundan əvvəl deyir ki, deyirlər ki, türk dilində yazmaq çətindir. Mən bu asanı, bu düşvarı asan eylərəm. Amma mənim babam əgər belə deyirsə və Sabir əgər deyirsə ki, o zaman Sabirin dövründə dili türk dilindən şeir tərcümə edib, altda yazdım ki, tərcümə edəni filan kəs, yəni Osmanlı türkçəsindən. Sabir də Cabir, qahqah əcəb gülməlisən, Türkçədən Türkçəyə tərcümə olar. Bunlar bizim gözümüzün qabağında olan şeylərdir. Bu boyda həqiqəti, nətəri biz inkar edirik, mən başa düşə bilmirəm. Əgər bizim dədə-babamız belə deyibsə, bizim nə haqqımız var bundan çıxar? Mənim kitablarımı Türkçədə çap edirlər, Heydər müəllim, sizi inandırıram. Eynən necə mən yazmışam, o cür çap edirlər. Amma üstündə bəzi sözlər, bir yazılar, altda yazırlar. Məsələn, mən yazıram axtarmaq, o üstə bir yazım, altda yazı aramaq. Bu cür fərqlərlə kitablar çap olunur, heç o tərcüməyə də ehtiyacı yoxdur və mənim kitablarım orada ona qədər kitabım çap olunur və çox bir məmnuniyyətlə türk oxucusu bunu oxuyur. Mənim təklifim budur, xahiş edirəm burada bir-birimizə gəlin atmaca atmayaq. Mən kişinin altındanamsa, sən də ayrı yerdənsən, tatdansan. Doktor müəllim. Başa düşdünüz də. Orada tat belə deyək də, etnik qrupuna mənsub olan bir adam oturub söz atır. Bu məsələdən nə tatın, nə talışın sıra insanların xəbəri var. Orada oturan bu alçaqlar var, oradan dırnaqları ziyarət edirlər ha. Bunlar da Azərbaycan evi yıxan bu adamlardır. Türkçə dilinin türk adlanmasına imkan vermirlər. Durub burada İrana İraq bildirir ki, orada türk dilinin məktəbi yoxdur. Sən dilin adını deyə bilmirsən. Onda götürsən gilə də, Netanyahu ki bizi bombala, Bakıda bombala. Tehrandan sonra Bakıda bombalası mütləq. Ki görə bəlkə dilimiz türk dilli oldu. Ay yazıq zavallılar. Doktor müəllim, bir dəqiqə. İndi diqqətən qorğasın görün, Heydər Əliyev necə əsaslandırır. Mən bir neçə də demişəm, yenə deyirəm və siz də çox böyük bizim şairimiz, çox böyük sima olduğunuza görə bir neçə məsələni araşdırmaq istəyirəm. Mən özüm də axtarışdayım, mən bunu ayın 31-də də demişəm, bu gün də deyirəm. Və heç bir kəsin fikrinə də təsir etmək istəmirəm. Ancaq yazaq ki, Azərbaycan türkçəsi. Gəlin biraz dərindən fikirləşək. Biz demək Türkçənin bir ləhcəsiyik mi, nədir? Fikir verin ha dostlar. Bugün siz gelin internetə görə İngilis dilində danışan dövlətlərin siyasını yazın. İngilis dili yazır 50 dənə. Qabağında yazır England, USA, New Zealand, Pakistan, hər dövlətin özündə istifadə olan İngilis dilinin özdən məxsus ləhcəsi və sözləri var. Hamısının qabağında yazılır ki, bu dövlətdə dil filan dildir. Ölkənin adı ilə yazır İngilis dili. Dilin adı var. Hörmətli Anar bir misal gətirir ki, dünyada belə bir presedent var. Kırım Tatar dili var. Kırım Tatar dili adı dil var dostlar. Kırım Tatar dili. Bunu deyib anar güya. Mani olmuyor. Haşırın mani olmuyor. Ben bilmem aramda. Kırım Tatar dili var. Ancak ondan sonra halka. Fransa, Fransız dili. Fikir verin görün bu adam ne danışır. Fransa Fransız dili. Demiri Fransa dili ve Fransız dili. Çünkü o milletin adı Fransızdı. Fransa değil bu. Fransızdı. Dilin adı Fransızdı. Dilin adı xalqın adıyla, yerin adıyla yok. Görüyor onda adamlar elə bir yer dəyişdikcə, köçdükcə hər dəfə dillərin adını dəyişib. İndi mənim dilimdə türk dili deyil, olmalıdır İngiltərə dili. Mənim bu dəqiqə dilim Heydər Əliyevin ağlı ilə olmalıdır İngiltərə dili. Çünki mən burada yaşayıram axı. İspanya, İspan dili. İspanya dili deyil, İspan dilidir. Hələ anlamır, başa düşmür ki,
Dövlət adı nədir, millət adı nədir? Yunanistan her şeyle mani olmuyor da ben özüm bilirəm ne diyorum. Ben hiç vaxt o məktəbdə oxuyanda da suflördən istifadə etməmişim sizin kimi. Ben həmişə öz dilimlə danışmışam. Yunanistan Yunan dilidir. Çin Çin dilidir. Rusya Rus dilidir. Belarusya Belarus dilidir. Gətirdiyi misallar hamısı yanlışdır. Hamı eşidir bunu. Rusya Rus dilidir. Rusya dilidir. Böyle bir dil var. Rusya dili. Ukrayna Ukrayna dilidir. Çekoslovakya. Bu bir dildir. Ama indi ayrılıp Yalan deyir ha. Deyir Çekoslovakya bir dildir. Çexların dili ayrıdır, Slovakların dili ayrıdır. bunlar evvel de beləydi, bir yerde olanda da. Çek dili ayrıdır, Slovakya dili ayrıdır. Ama bunların fərqi bizle Anadolu Türkiyəsinin olan fərqdən xeyli az. Ben bunlarla danışmışam abi. Çeklə de danışmışam, Slovakla danışmışam. Gelin birbirimizle ne dilde danıştık? Gelin ne dilde bizim dilimiz birdir. Bilirsiniz, dünya belədir. Yani Türk dilli halklara bakar. Yani biz Türk dilli halklardan biriyiz ve Türk menşeli bir halkdır. Kökümüz birdir. Özbek dili var, Kazak dili var, Kırgız dili var, Tatar dili var, Başkırt dili var, Türkmen dili var. Onların da dostlar dillərin adını vaxtilə imperiyalar qoyublar. Halbuki türk olub, hamısının dili türk dilidir. Kökdə olan dilin adı türkdür, türk. Kumuk dili var, Yazmalısan türk dili mütəzədə Özbəkistan, türk dili Qazaxıstan, türk dili, yəni bilinməlidir ki, bu dövlətlərin hamısının dili vahidi türk dilidir. Şimdi bəs ne o taraftan biz olalım? Demek bu Türk dilli halklarında her birinin dilin özünün bir adı var. Türk dilli halk, Tatar dili de var. Türk dilli halklar. O birisi grup diller var. Onların da her biri bir grupa dahildir ama her birinin öz adı var. Ama biz gelin dilimizi eləyək, yenə də deyirəm, mən bunu etiraz nöqteyi nəzərindən demirəm. Özümə istəyirəm, aydınlıq gətirəm. Siz bu işin mütəxəssisisiniz. Siz dil işlədirsiniz, dilçisiniz və şeirlər yazırsınız, romanlar yazırsınız, cəmaata dil öyrədirsiniz. Axı nətər Azərbaycan Türkçəsi? Millətimiz nədir? Azərbaycan Türkü. Millətin adına fikir verin deyir, Azərbaycan türkü. Amma dilə deyir, Azərbaycan dili. Bu milletin iki adı olsun. Bəs niye Özbek demir özünə ki, Özbekistan Türkü? Tatar niye demir ki ben Tatarstan Türkiye? Bilirsiniz. Ona görə demirlər ki, onların hamısı sənin nökəri olduğun Moskva yuyub da beyinlərini. Adamlar hamısı türkdür da, bunu bütün dünya bunlar türk bilir. Bu diləşib yox, Özbək türk deyil. Bunu gelin araştırak. Siz deyirsiniz ki haçalama gedir ve bu böyle mübahisə olsa çok şey gelir. Elbette. Şimdi ben görürsünüz ne kadar ben buna vaxt sərf eləyirəm ve hesap etmirəm ki ben burada çok böyük iş görürəm. Bu benim borcumdur. Çünkü ben Burada qardaşlardan biri söhbət pəncərəsində yazdı ki, Meksika dövlətinin dili Meksika dilidir. Meksika dili deyil dostlar. Meksikanın dili İspan dilidir. Meksikanın rəsmi dövlət dili İspan dilidir. Xalq İspanca danışır. Meksika dili belə bir dil yoxdur. Meksika dili. bunu araştırmamış, bu yekayete məsuliyyəti özlərimə götürə bilmənəm. Amma araştırmaq üçün də bu suallar çıxır. Demək, belə çıxır ki, indi biz həm dilimizin adını yeniden, bu 60 il müddətində yaşadığımızdan yeniden koymalıyız, həm də millətimizin adını yeniden koymalıyız. Onda ölçəmizin adında işte. Bunu düşünmək lazım. Yenə də deyirəm, mən sizin sözlərinizə etiraz etmək məqsədilə yox. Bu sualları verirəm ki, biraz da nətər, mübahisə tərəf görək, axı bu harası.
Orada dostlar mənim bugün niyyətim bu dil məsələsini müzakirə etmək deyil. Bu mövzu nə vaxtsa qayıdacağıq. Burada sadəcə olaraq rəhmətli Bəxtiyar Vahabzadə başa düşür ki, Heydər Əliyev həyasızlıq edir. Qərar veribdi ki, mütləq bu dili istədiyi kimi eləsin, türk dili olmasın. Ona görə susur və ona cavab vermir ki, ay qoyun. Sənin dediklərin hamısı yalandır. Rusiya dili deyil, Ukrayna dövlət adı ilə bağlanmır. Ya İngiltərə dili deyil, İngiliz başqadır, İngiltərə başqadır. Yerin adı başqa, dilin adı başqadır. Fransa dili deyil, Fransuski yazıqdır, bu Rus dili bir şey deyil, Almanya dili deyil və s. Bəxtiyar Vahabzadə görür və susur.